Bugün sizlerle Minecraft'ta bilmediğiniz bilgiler diyeceğim. Mesela ilkiyle başlayalım. Mesela elə bilirsiniz ki su veya lav axanda buradan belə aşağı tökülür. Amma baxın, amma belə çəkməyə aşağı çəkir adamı. Yəni içine girip üzme tehlikelen çok bağlıyım bana. Böyle üzme çalışan da adamı çekir yani bu. Onu da bildirmiş oldum yani zor olsuz. Bunda trollüsü işletebilirsiniz. Bir sonraki bilgimizdə o axıra saxlayacağıq. Axıra qədər izləyənlər şanssızlar. Bura gedəcək. Bir sonraki bilgimizdə hara olur olsun Libra su koyanmışdır. Quviyanda da söndürmüş. Amma bəs buzu nətər qoyursunuz? Buzla su deyil. Ben ayarlarım. Şimdi eşya. Galmet düşür modu da açık olsa. Bakın. Ben de sen koyursunuz bura. Bir sonraki bilgimizdə deyirsiniz ki, belə eləyəndə niyə məndə alınmır? Boş söhbətdir, amma belə yoxlamağa qalsa gördünüz, aşağı düşdünüz. Üstə blok qoymaq lazımdır əslində. Hamı səhv edir, ona görə deyirsiniz ki, alınmır. Bu oturub onu deyir. Yəni bunu fikirləşərmək xəbəriniz var. Bir sonraki bilgimizdə bu bildiyimiz Nether portalı da devasa Nether portalı. Gördüyünüz olduğunuz kimi yandıramırıq çünki çox dikədir. Belə bilmirəm, əslində Minecraftda eləmək olurmu, olmurmu? Yəni bunu bilmirəm. Amma onu bilirəm ki, mən kasma oynayıram. Əslində Minecraft oynayanlar mən çünki paramız yok, iyi ki doğdu, paramız yok. Neyse. Sizlə axıra qədər izləyin. Sonraki bilgimizdə Nether portalına yaxınlaşanda belki bu alıb səsləri kəssin bir. O yanıcı yine. Dikkatlə qulaq asın. Buradan da sonu. Sonra bir de oradaki yaratıcılık modunda olanda canlı görürsünüz. Burada hayatta kalmada olanda buz her hayatta kalmada olanda daha gelirsiniz ve gözü tıklığa gittim. Bu bilgini de öğretməyim en yaxşısı oldu. O da pis oldu bu bilgini öğretmeyi. Bu bilgi bu bilgi yaxşı oldu öğretməyim. Bunu yaxşı oldu öğretməyim. Geldik en sonluya.
Onun üçün mən dediklərimi götürməsiniz. Bu arada fast video çəkirəm. Dəstəyiniz üçün bu videoya 10 like olsun video. Baxın səslə deyirəm. Dayı bir tane çox videom var. Ondakı kimi artırıram like'ları. Ha. Crafting bu tezgah falan var. Burada gəlirsiniz bura. Sulamanı qoyursunuz. Sonra ağ boya. Baxın bu tərəflərinə fikir verməlisiniz. Fikir verməsəniz səhv olur. Ha, bir də sarmaşıq götürməlisiniz. Sarmaşıq lazımdır. Ha. Sonra buraya crafting table'da gəlirsiniz. Belə mən kimi edirsiniz. Bunu gətirirsiniz. Ortasından bir dənə qırmızı nöqtə qoyursunuz. Azərbaycan bayrağı neydi? Türk bayrağı neydi yazar? Yox. Ha, Türk bayrağı neydi? Bak bu Türk bayrağı. Bunu bilenler de olar. Şimdi ben Azerbaycan bayrağını bilirəm. Özüm oradan yok. Yok, ses artırmışam elə qalır. Ha. Yani iyi şeyleri eğilişti. Evet. Cəsəs muavinəci olursunuz. Ondan uzaq. Yox, stolmuş. Stoldur. Bunu başlayabilirsiniz. Bu da olur Azərbaycan bayrağı. Yani bilgiyle bilmiş olursunuz. Bununla bilenler vardır. Bazıları bilir bunu. Tabii ki Craftsman veya Minecraft oynayanlar bilir bunu. Neyse, bugünkü videomuzda bu kadardı. Sağ olun, bay bay.